Müğənni Nadir Qafarzadə baba olub, sənətçinin nəvəsi dünyaya gəlib. Qafarzadə axşamız açıqlamasında bildirib ki, oğul nəvəsi olub. Qeyd edək ki, müğənninin oğlu Loğman Əntiqə adlı xanımla ailəlidir. İfaçının ikinci övladı Əziz də bu il ailə qurub. Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ilə ailəli olan aktrisa Aysel İbrahimova ilk evliliyindən olan övladlarından danışıb. Afaqlı Onlar proqramına danışan Aysel qızının onlarla qaldığını bildirib. Hüseynin onunla münasibəti çox yaxşıdır. Qızım onu çox sevir, hətta Hüseynə ata deyir. O da övladımı çox istəyir. Hüseyn qızıma əsl atadır. Hüseyn dosta, ətrafa, qohumlara çox yaxşıdır deyə Aysel əlavə edib. Qeyd edək ki, bu həm Aysel, həm də Hüseynin ikinci nikahıdır. Hüseynin birinci evliliyindən 2, Ayselin isə ilk nikahından bir qız övladı var. Onların birgə nikahından oğul övladı dünyaya gəlib.